Şagirdlər arasında qəhrəmanlıq izləri rənglərdə adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqə Vətən müharibəsinin 5 illiyinə həsr olunub. Əsas məqsəd gənc nəslin maarifləndirilməsi, onların vətənpərvər ruhda formalaşdırılmasıdır. Bugün hər bir Azərbaycan gənci, vətəndaşı bilməlidir ki, 30 ildən sonra torpaqlarımızın bütövlüyünü öz qanı canı bahasına, çox böyük əziyyətlərlə biz o torpaqların bütövlüyünü çətinliklə bərpa etmişik. Təqdim olunan rəsmlərdə hər bir əsər bir igidin izinə çevrilib, onun qəhrəmanlığından soraq verir. Əsərlərdə yalnız boya yox, həm də cəsarət, vətən sevgisi və fədakarlıq var. Bizim bu gənclərimiz bunlarda vətənpərvərlik ruhunu həmin bu rənglər əsasında bunlar qələmə alırlar. Çünki bunlar da gələcəyin qəhrəmanlarıdırlar. Bu şəhidlərimiz heç zaman unudulmayacaq və bunlar gənclər, bunları unutmağa qoymayacaqlar. Nəticələr elan edildikdən sonra mükafatlandırma mərasimi keçirilib, iştirakçılar müxtəlif diplom və hədiyyələrlə təltif olunublar. Müsabiqə Naxçıvan şəhər İcra Hakimiyyəti, Mədəniyyət, Gənclər və İdman İdarələrinin təşkilatçılığı ilə keçirilib. Nəzir İsmailova, Tərlan İbrahimova, Cavad Hüseynov, NTV Xəbər.